insanda tövbə halı yarananda bilsin ki, Allahdandır. Allah birinci ona tərəf üz tutdu, ona görə tövbə halı yarandı. Proses başladı artıq. Elhamdülillah, elhamdülillah. Bu qədər ki, danışırdım elə bunun üçün. Peşmançılıq yarandı, gözün aydın. Allah lütf elədi qəlb. Qəlbinə iş görür artıq. Sındı qəlbin. İş görür Allah, iş. Müalicə gedir, proses gedir. Xoş halı. Şafi Allah girib meydana. Səni xilas eləmək istəyir. Bəli. Hadisə deyirəmsə, Qurandan ayə deyirəmsə. Təbük müharibəsində 3 nəfər getmədim. Müsəlmanlardan qoşulmadı. Təmbəllik, süstlük, Peyğəmbərin buyruğuna sadə yanaşdılar, adi. Getmədilər müharibəyə. Peyğəmbər qayıtdı. Qaydanda bunlar çıxdı Peyğəmbərin qabağına. Gəldi üzrxahlıq eləməyə. Peyğəmbər qəbul eləmədi. Bəzi üzrlər tez qəbul olunmaz. Çünki məsələ ciddi idi, şəxsi məsələ deyildi, dinin məsələsi idi, böyük məsələ idi. Bunlar üzr istədilər, Peyğəmbər qəbul eləmədi və hətta müsəlmanlar Peyğəmbərin qəbul etməməyini gördülər və bunlar da onlarla başladılar bu 3 nəfərlə soyuq rəftar eləməyə. Buna deyilir ictimai qınaq. İctimai qınaq. Hətta o yerə gəlib çatdı ki, ailəsi də başladı bunlarla soyuq rəftar eləməyə. Nə baş verdi? Bunlar dedilər ki, daha rəhmətən lil aləmin Peyğəmbər də bizi qəbul eləmədi. Niyə? Çəkilək bir güşəyə. Bunlar çəkildilər. Çəkildilər bir dağa. Hərdən gəlirdilər, gedirdilər. Hətta o yerə gəldi ki, İslamın düşmənləri onlara xəbər göndərdi ki, Peyğəmbər sizdən üst çeviribsə, biz sizin əlvüzdən tuta bilərik. Ən pis şey budur ya. Yaxşı insan adamı buraxa, pis gələ deyə ki, ver əlvi. Adam burada ölür. Adam burada ölür, həqiqətən. Gör, nə günlərə qaldım ki, mənə tamaq saldı günah, pis insanlar. Mən nə günlərə qaldım ki, pislər mənə ümid edir ki, mən qoşularam onun cərgəsinə. Yaxşı haldır. Bu 3 nəfər deyir ki, bu lap bizi yandırdı. Yanmalı daxı. Tövbə eləyə bilsin, həqiqi tövbə. Bu çox yandırdı bizi. Deyir ki, bir yerə gəlib çatdıq ki, üçümüz birimizə dedik ki, onsuz hamı bizdən üst çevirib, biz də bu gün deyik. Gəl birbirimizi də üçümüzdən ayrılaq, tənhalaşaq, tənha tövbə eləyək. Allah da görsün, tənha qalmışıq, tənhaya tez üz tutar. Üçümüz də ayrılaq. Burada eybi yoxdur. Bunlar tənhalaşdı. 50 gün fasilə. 50 gündən sonra bu ayə gəldi. Tövbə surəsindədir. Ayəni oxuyuram düzsə. Peyğəmbərə gəldi. Və aləs-sələsətillezine xullifu. O 3 nəfər ki var, ay Peyğəmbərə. Səlasə nədir? 3. Sənə qarşı çıxdılar, haqq yoldan çıxdılar. Halların sənə deyirəm. İzə zaqət aleyhumul ard bima rəhubət. Yer onlara bu qədər geniş olduğu təqdirdə sıxılmağa başladı. Hərdən adam girir bir dənə geniş yerdə, sıxılıram. Mənzərəyə də baxır, sıxılıram. Evə girir, sıxılıram. Heç nə onu rahat eləyə bilmir. Heç nə. Bəlkə dostuna oturum, o deyil. Bəlkə filan kəslə, o deyil. Nədir bəs bu? Zaqət aleyhumul ard bimə rahubət. Yer sıxır onları. Davamına baxın. Və zaqət aleyhim ənfusuhum. Özlərində də özlərinə yer tapa bilmirlər. Ayəyə baxın, qurban olun. Özümdə yer tapa bilmirəmi? Zaqət aleyhim ənfusuhum. Özüm üçün bir yer tapa bilmirəm. Tamam. Və zənnu ən la məlcə minəllah illa iləyh. Başa düşdülər ki, Allahdan başqa heç kəs olan əlindən tuta bilməz. Belə pis vəziyyətimizdir. Nə baş verdi? Deyir ki, tabə aleyhim. Allah onlara birinci qayıdış elədi. Liyətubu. Ki, onlar tövbə eləyə bilsinlər. Onlar ki, bu dərkə yetişləri Allah əlimizdən tutaq. Allah deyir, onlar çatmadılar, bu dərkə yetişmədilər. Mən onları oyatdım, mən onları ayıltdım. Onlar tövbə eləməyə fikrinə düşdülər. Onların tövbə eləməyə fikrinə düşməmişdən öncə mən rəhmət əlimi onlara uzatdım. Onlar tövbə eləməyə fikrinə düşdülər və tövbə elədilər. İnnəlləhə huvət-təvvabur rəhim.
bağışlayıram sizi, da qutardı məsələ, bitdi. Bildiniz?